İslami elmlərdən danışanda ağlınıza hansı ölkə gəlir? Saudi Ərəbistanı, Misir, Yəmən, yoxsa Suriya? Yaxşı, bəs hansınızın ağlına bu ölkə gəldi? Mavritaniya. Saydığımız ölkələrin içərisində ən maraqlısı Mavritaniya olmalıdır. Xəritədə gördüyünüz bu yerdə, Afrikanın şimal-qərbində düz Atlantik okeanın sahilində yerləşir. Əhalisi də həm dil, həm də mədəniyyət olaraq ərəb və bərbər mənşəlidir. Həmçinin bir çox Afrika ölkəsi olduğu kimi, Mavritaniyada Avropalıların müstəmləkəsinə çevrilmişdir. Xüsusilə də Fransanın. Lakin təbii resurslarının Fransa tərəfindən istismar edilməsinə baxmayaraq, nəsə bu videoda bu məsələlərdən danışmayacaq. Mavritaniya dünyada İslami elmlərə töhfə verən ən önəmli ölkələrdən biridir. Bəlkə də elə ən önəmli ölkədir. Əsrlər boyunca həm Mavritaniyalılar, həm də digər qərbi Afrikalı müsəlmanlar, həm də bütün İslam dünyası Mavritaniyalıların İslami elmlərə olan bu bağlılıqlarına heyran olmuşdur. 20-ci əsrin sonlarında Mavritaniyanın 300 kitabxanasında orta hesabla 30 min qədim əlyazma var idi. Ancaq bu necə olur? Necə olur ki, səhranın ortasında yaşayan Mavritaniyalılar İslam dünyasının fərqli yerlərindən olan bu qədər İslami əsəri bir araya toplayır? Və nə üçün İslam dünyasında da Mavritaniya alimlərinə çox önəm verilir? Gəlin bu sualın cavabını bir yerdə tapaq. Mavritaniyada İslam ilə bağlı danışacaqlarımızın başlanğıcı bu qədim şəhərdir, Şinkit. 1200 ildən çox bir zaman müddətində Şinkitlilər Saharanın sərt istisindən qorunmaq üçün sığınacaq istəyən kərvanlara öz qapısını açmış, onları sığınacaqla təmin etmişdir. Şəhərin əsası 8-ci əsrdə qoyulmuşdur. İlk zamanlar həcc ziyarətinə gedən zəvarlar üçün bir dayanacaq məqsədi daşısa da, daha sonralar elm, din və riyaziyyatın mərkəzlərindən birinə çevrilir. Məhz bu şəhər və onun bu şöhrətindən dolayı Şimal-Qərbi Afrika regionuna da Vəliyyət Əl-Şingit adı verilir. Buna görə də adında Əl-Şingit olan İslam alimlərinin artıq çox böyük və güclü elm bazasının olduğu öncədən bilinir. Hər dəfə zəvvarlar və alimlər bu şəhərə gəldikdə burada dini mətnlər, elm araşdırmalar və tarixi əlyazmalar qoyub gedirdi. Bu tarixi əlyazmaların böyük əksəriyyəti Şingitin zirvədə olduğu dövrlərdə, yəni 13-17-ci əsrlərdə şəhərin 30 kitabxanasında toplanmışdı. Sahara ailələri də bu əlyazmaları və kitabları nəsildən nəslə ötürür və onların kitabxanalarda qorunub saxlanmasına böyük önəm göstərirdi. Bu da həmin ailələrin böyük elmi bazalarının arxasındakı əsas səbəblərdən biri idi. Buna görə də bu kitabxanaların sahibi olan ailələrə böyük bir önəm verilir və onlar güc və prestij sahibi sayılırdı. Sahara səhrasında olan İslami elm mədəniyyəti bu səhra alimlərinə və onların ailələrinə çox şey borcludur. Alimlər həmçinin tez-tez ticarətlə məşğul olurdu. Ona görə də onların başqa yerlərdən əsərlər əldə etmək imkanları da olurdu. Bunu rahatlıqla deyə bilərik ki, Quran əzbərləmək mədəniyyəti, ərəb dili öyrənmə, şeir sənəti və İslami fikrin praktikası bütün Bilad Əl-Şingit bölgəsinə yayılmışdı. Mavritaniyalılar Peyğəmbərin sallallahu aleyhi və səlləm elm öyrənməyə təşviq edən hədisini çox yaxşı başa düşür və tətbiq edirdilər. Onlar sadəcə oturub elmin onların ayaqlarına gəlməsini gözləmirdi. Əksinə, bütün İslam dünyası ilə əlaqə qurmağa çalışırdılar. Ona görə də getdikləri hər yerdə İslami elmlərdə, hətta ərəb dilində belə ən ön sırada Mavritaniyalılar olmuşdur. Məsələn, Şeyx Muhammed Mahmud Əl-Turqisi Əl-Şingit, hansı ki o, Misirin Əl-Əzhər Universitetində ərəb dili üzrə kafedranın rəhbəri olmuşdur. Siyasi alimlər olan Alec Thurston və Michael Folkar da belə qeyd etmişdi ki, Saudiyanın universitetlərində olan alimlərin içərisində ən çox Mavritaniyalı alimlər idi. Nəinki digər ölkələrdən olan alimlər. Hətta Mavritaniyalı qadın alimlər belə İslami elmlərin bütün sahələrinə öz töhfələrini vermişdir. Məsələn, Xədicə binti Muhammed Əl-Şingiti. Ləqəbi də Əl-Qariyə Əl-Şingitiyə idi. Bunun da mənası Şingitdən olan məntiqli, inandırıcı qadın deməkdir. Bu ləqəbi də ona kişi alimlərə qarşı elmi arqumentləri ilə həmişə qalib gəlməsinə görə vermişdilər. O, qadınların İslami elmlərdə olan roluna dair daima Quran və sünnətdən dəlillər gətirirdi. Mavritaniyalı və digər Şimal-Qərbi Afrikanın səhra alimləri eyni zamanda İslami mədəniyyətə də böyük töhfə vermişdilər. Onlar elə möhkəm bir İslami şəbəkə qurmuşdular ki, çox uzaqlarda olan İslamla bağlı gündəmdən və fikirlərdən xəbərdar ola bilirlər. Klassik İslami elmlərdə olan ustalıqları, ərəb dili, şeir, Quran əzbərləmələri onların beynəlxalq səviyyədə İslami elmlərdə söz sahibi olmalarına səbəb olmuşdur. Mavritaniya İslam mədəniyyəti dünya səviyyəsində çox zəngin bir elmi ənənəni göstərməyə günümüzdə də davam etdirir. Allah bu gözəl dinin elmini çiyinlərində daşıyan Mavritaniyalı alimləri qorusun. Əmin.